Amma Firuddin Dilarə bəy misal üçün deyir, mən hər gün oruç saxlayıram. Siz də dediniz ki, illərlə oruç saxlayır. Bu da bizim dinimizə ziddir. Peyğəmbər qadağan edir. Ama kim der ki o dine göre saklar orucu? Bunu niye göre dine göre saklamalıdır orucu? En azından Yok, niye? hesab edirik ki, müsəlman belə Bizim, etməməlidir. bizde kim harda yazılır ki Müslüman belə etməməlidir? Yazılıbdır ki Kur'an-ı Kerim'de Müslüman bir yıl oruç tutabilmez. Bir ay Gün aşırı, tapşırılır. gün aşırı tutabilir. Yok, bir ay Müslümana deyib ki oruçluq ayında bu ay oruçdur. Bu şart koyulur da, lazımdır filan. Kim deyib ki bunu bir il emin olmaz? Tutanlar var idi. Peyğəmbər ona qadağan istedi. Gün aşırı tutulacaq olmasa. Kur'an-ı Kerim. Ben Peygamber rəhmətə gedəndən sonra 3 dəfə onun haqqında olan hədisləri yoxlayıblar. 300 mi, 500 mi hədis olub. Peyğəmbərin öləndən sonra əshabələrin danışdığı neçə min hədis var. Sonra da alimlər yığışırlar bunun səhihliyini yoxlamağa. Bir quyuya bir molla vəcdə gəlir, bir dənə ağzına gələn danışır, şehir nəzatından bir daş atır, sonra 100 dənə alim onu oradan çıxarda bilmir. Bu bilirsiniz, konstitusiya var. Azərbaycanda milyon dənə qanun var. Konstitusiya uyğun olan qanun doğrudur. Uyğun deyilsə o qanun deyil. Əgər konstitusiyada varsa bu, bizim de konstitusiyamız Allahla müsəlmanın arasında olan müqavilə Qurandır, düzdür. Konstitusiyamız budur da, anayasamız budur. Anayasada bu var mı? Yoxdursa deməli yoxdur da. Şərt qoyulmaq, adət, idarəçiliyə... Namaz qılmaq da yoxdur. Neçə rükət, necə və s. var. Quranda namaz deyilibdir, 5 dənə namaz olmalıdır, amma forması yoxdur. İnsanlar Peyğəmbərin görünən namazları kimi namaz qılarlar. Amma görünməyən namazlarını siz bilirsiniz mi? Hər şəhərliyə gedəndə Allah Taala əvvəlcədən neçə də namaz buyurur Peyğəmbər? 50-dən yox. Gündə neçə saat var? Bir namaza girib çıxmaq, hər şey, dəstəmaz almaq, namazı qılmaq üçün nə qədər vaxt lazımdır? Bir yarım saat keçəcək. Gündə 25 saat var. 24 saat deməli adam daimi olaraq namazda durmalıdır. Ya Allah səhv eləyirdi? Niyə biz belə düşünməliyik ki? Yuxarıdan qoyulandan artıqıq mı biz? Sizə kim deyir ki, başqa cür namaz qıla bilməzsiniz? Və biz irici hücum eləyirik. Mən beləyəm deyən o da elə olmalıdır. Niyə elə olmalıdır? Niyə mənim kimi olmalıdır? Bəlkə mənim tərsim olsa yaxşıdır. Siz dindəsiniz də, neçinci nə vaxtdan dindəsiniz? Mən elə həmişə dində olmuşam. Amma onda mən institut qutarandan sonra 86-cı ildə Qüdsdə yeni qida nəzəriyyəsini açıqladım. Açıqlayandan sonra məni Leningrada müəllimlərim çağırdılar. Mən də onların qabağında əsirdim ki, nəzəriyyəni bizə də açıqla. Və 97-ci ildə nəzəriyyəmi açıqlayanda mənim müəllim Nikolay Ivanoviç Kovalyov dedi ki, o 300-dən çox elmlər doktora yetişdirib, böyük alimi. Tahir məndən çox-çox qabağa gedib və mənə dedi ki, sən İslam və qida bağlı kitab hazırlayacaq. Paskalin Kuxnya kitabını mənə hədiyyə elədi, orada da yazıb, gözləyirəm. Mən başladım Quran-ı Kərimə girdim, başladım oxumağa, baxanda gördüm ki, mənim nəzəriyyəm o kitablarda var. O daha qabaq da indi ailədən olan tərbiyədən nələrsə var idi, daha düşüncəli surətdə dinə yönəlməyə səbəb oldu. Quranı araşdırmağa, İncili, Tövratı bir də başladım oxudum, bir də Zaburu, bir də başladım analiz eləməyə və bu sayədə yazılar yazmağa. Sonra da elə oldu ki, Allah Taala mənim fikrim müqəddəsi Məkkəyə apardı, gətirdi. Mən getmək istəmirdim, qorxurdum mən getməyə də. Həc idi yoxsa ki? Yox, mən fərqi yoxdur, həcc ümrənin o qədər fərqi yoxdur. O ayinlər, o oyunlar mənlik deyil. Mən başqa cür düşünürəm, başqa cür görürəm və orada da başqa şeylər görürəm. Gedəndə də başqa şeylər görürəm və mənim inamım tamam başqa cürdür. Amma mən müsəlman mədəniyyətində böyümüşəm. Quran-ı Kərimi qəbul edirəm. Allahın müqaviləsini. Qalan heç nə. Mən 94-cü ildə Singapurda olanda məndən soruşdular ki, sən müsəlmansan deyirəm, hə, sən sünnisən, şiə. Deyirəm, mən Məhəmmədiyəm. Amma sünninin şiəsiyəm, şiənin sünnisi. Sünnə qanundur. Əgər Quranın qanunu qəbul ediriksə, şiə də yerinə yetirən.
Mən qanunu yerinə yetirənlərdənəm. Məhəmmədiyəm mən. Onun dövründə, onun gətirdiyi Quranda nə var, ona inanıram, ona etiqad edirəm. Heç bir hədisi qəbul etmirsiniz, yoxsa ki, müəyyən... Hədis ona uyğundursa qəbul edirəm. Təbii ki. Yəni, mənə deyirlər ki, şeydən sonra, Peyğəmbərdən sonra bütün əshabələrdən toplanan, yadımda dəqiq deyirəm, 300 min hədis olub. 3 dəfə bu təkrarlanıb, sonradan bu 10 min, 5 min hədis hardan əmələ gəlib? Deməli, çoxu doğru deyil. Quranda zid hədislər də var. Hə, Qurandan gələn hədislər, Qurana inanıram ki, Quranda olan hədislər mənim üçün hadisədir də, orada nəyisə göstər. Bəzən orada bir işarə verir, həmən o əhvalat İncildə daha çox açılıb, Tövratda daha çox açılıb, Zaburda açılıbdır. Bəzən oxuyuram onları, bəzən qədim mənbələrə girir. Bu demək deyil ki, Quranın hər sətrinin 28 mənası var. Təbii ki, mən hamısını onların başa düşə bilmərəm. Mümkün də deyil. Özdə mən Quranı təsvifkar həbcə oxuya bilmirəm. Mən tərcümədə oxuyuram da Quranı. Müxtəlif Azərbaycanca, Rusca filan. İndi oradan mənə nə düz çatıbdır, nə əyri çatıb, ona inanıram. Onu qəbul edirəm. Düzdür, təhlil eləyə, analiz eləyə həyatımdan. Amma təhlil beyin bəzən allada bilir adamı. İnsan bədənində ən etibarlı orqan mədə bağırsaqdır. Onlar adamı heç vaxt allatmırlar. Ürəkdə yalan danışa bilir, beyin də allada bilir.